unikal bir borularımız var ki, kənd təsərrüfatında daha rahat şəkildə istifadə etmək olar. Bu borular, bu qollar vasitəsilə bir-birinə keçməklə bərk edilir və istədiyiniz ərazidə, istədiyiniz sahədə, istədiyiniz kənd təsərrüfatı işlərində suvarmada çox gözəl və effektivdir. Bunun daha sonra bağlamaları da var, yəni qolları da var ki, bir neçə istiqamətə bağlaya bilərsiniz. Bunu sağa da uzada bilərsiniz, sola da uzada bilərsiniz, qarşıya da verə bilərsiniz. Bunun belə deyək, kənd təsərrüfatında damcı ilə və yaxud da kənardan şırdaq vasitəsilə də suvarmaq üçün xüsusi olaraq yerə bastırılır və fırlanma nəticəsində müəyyən bir sahəni rahat şəkildə suvara bilirsiniz. Bəli, bəli. Bunun çox gözəl davamiyyəti var. Bu bunlar hamısı paykadır. Paykalar var. Bunlar elə belə şey olsa bu paykalanmaz. Yəni keyfiyyət şey olsa mümkündür paykadan tullayar. Bu çox dözümlü şeydir ki, çünki yüksək təzyiqə malik bir borudur ki, yəni ona dözür. Bu uzun müddət sahələr, uzun hektarlar da sahələrdən yüksək hətta yəni möhkəm motorların təzyiqi ilə vurulur. Bir hektar deyək ki 2 kilometr, 3 kilometr uzunluğunda gedib orada bir təzyiq yaradıb və o fantana verir onu. Yəni gör nə dərəcədə dözümlü məhsuldur ki, bu Türk istehsalı 76 diametrindədir. Həddindən artıq bunun hal-hazırda fantanı var bizdə. 37 metr diametrində 37 metr hərləyir. Yəni həmən sahəni çox gözəl suvarma edir. Çox gözəl, yəni keyfiyyətli. Yəni istədiyiniz vaxtı sökürsünüz həyat-yar sahəni, gətirirsiniz mənzilinizə. Mənzilinizə təzədən aparıb qurur. Yenə də təzədən aparıb qurursunuz ki, yəni hasat bir məhsuldur. Çox rahat sökülməyi var, çox rahat yığılmağı var, böyük ölçüləri var, kiçik ölçüləri var, bağlamaları var, uzatmaları var, gödə etmək. Necə istəyirsinizsə bax bu borulardan istifadə edə bilərsiniz. Mən deyərdim ki, yəni kənd təsərrüfatı sahəsində çalışan insanların bir nömrəli seçimi